Salam hörmətli izləyicilər. Bilirsiniz ki, Bakının bəzi küçələrində əyri zolaqlar çəkilib. Məsəl üçün, deməli, Şərq bazarının yanında, Rəşid Behbutov küçəsində, bu da əvvəlki Cavanşir körpüsündən gələn yoldur. Deməli, bax, svetoforda dayanmışıq, zolaq əyilir, çünki düz getsək avtobus zolağına çıxırıq və zolaq əyilir. Deməli, qanun bizdən tələb eləmir ki, biz dönmə işıqlarını yandıraq, çünki biz öz zolağımızla hərəkət edəcəyik. Və qanun bizdən tələb eləmir ki, güzgüyə baxaq. İndi isə sizə məsləhət verim. Mütləq dönmə işıqlarını yandırın. Deməli, indi yox, indi elə bilərlər sola. Deməli, yol ayrıcının ortasına çatanda dönmə işıqlarını sola yandırın və sol güzgüyə mütləq baxın belə yerlərdə. Niyə? Çünki arxadan gələnlər, solunuzda olanlar düz gedə bilərlər. Bax, biz indi dönmə işıqlarımızı yandırmışıq. Bəlkə də bu dönmə işıqlarımızı yandırdığımıza görə solumuzdakı avtomobillər bəlkə bunu görürlər güzgüdə. Ona görə onlar da əyirlər. Amma yandırmasıydıq, bəlkə də düz gedəcəkdilər. Yəni, sözümün canı odur ki, qanun icazə verir ki, belə əyri zolaqlarda siz güzgüyə baxmayasınız və dönmə işıqlarını yandırmayasınız. Amma siz dönmə işıqlarını yandırın və güzgüyə baxın. Və əgər görürsünüz ki, kimsə düz gəlir, qazdan ayağınızı çəkin, o zolağı kəsib düz gedəcək. Ondan sonra siz, bax, indiki kimi zolaqda əyri hərəkət edəcəksiniz. Bu çox vacib məsləhətdir. Əvvəllər belə problem yox idi, indi belə problem var. Amma ki, bilirsiniz ki, bizim məqsədimiz istənilən halda əlverişsiz şəraitdə də qəzaya düşməməkdir. Diqqətinizə görə çox sağ olun.